Şəhərimizin ən prestijli nöqtələrindən birində, Port Bakunun yanında sizə möhtəşəm bir mənzili təqdim edəcəm. İstədim bu mənzilin təqdimatına məhz mətbəxdən başlayım. Çünki çox bəyəndim, çox funksional, həm ölçü cəhətdən geniş bir mətbəx hissəmiz var. Mənzilin özü ümumiyyətlə çox genişdir. Təsəvvür edin, 235 kvadrat bu mənzilin ölçüsü var. 4 otaqlı mənzildir, geniş ölçüsü var. Qonaq otağını indi birazdan göstərəcəm, özünüz görəsiniz nə boydadır. Mətbəximizdir. Döşəməsi qranitli üstü döşəmə ilə təchiz olunub. Gözəl, bahalı mətbəx mebeliniz yığılıb. Hamısı boyadır, indi bilənlər bilir. Şkafları kifayət qədərdir, dediyim kimi çox funksional, gözəl mətbəx mebelimiz üstü və sinəli mərmərdir. Bütün texnikalarımız var. Qaz peçi, aspirator, burada qabyanımız, bu hissədə soyuducumuz, iki tərəfdə də, burada da eyni ilə soba və hamısı da tanınmış markalara məxsusdur. Gəlib baxanda özünüzdə görəcəksiniz. Tavan hissəni göstərək, gözəl bir lüstrumuz, spotlar. Burada mənzilin eyvanına da çıxış var. Ümumiyyətlə bütün otaqlardan eyvana çıxış var. İstifadə olunan bütün elektrik qutuları hamısı bahalıdır, keyfiyyətlidir. Mənzilin qiymətini qeyd edəcəm. Oradan artıq təsəvvür edəcəksiniz necə bir material istifadə olunub bu mənzildə. Və mətbəxin bu hissəsində əlavə yer var. Nə üçün? Paltaryan, qurudan burada yerləşdirilib. Yuxarı hissəsi, bu hissəsində şkaflar yığılıb. Paltarları yuyub, ütülüyüb, bura sərgəli yığa bilərsiniz. Burada çox gözəl düşünülüb, önəmli bir şeydir. Mətbəxdə məncə kifayət eləyər. Gəlin siz burada bir dənə qonaq otağının böyüklüyünə fikir verin. Təxmini 50 kvadrat bəlkə də çoxdur. Həm də kvadrat şəklindədir. Bura öz zövqünüzə uyğun istənilən mebel dəstini tam rahat yerləşdirə biləcəksiniz. Heç bir problem yoxdur. Təsəvvür eləyin, vitraj pəncərə, buradan da mənzilin eyvanına çıxış var. Bir dənə tavan hissəni görsədək, mərkəzdə böyük belə bir lüstrumuz var. Əlavə olaraq trek işıqlar da yerləşdirilib. Bura işıqlar və dediyim kimi buradan da mənzilin eyvanına çıxış var. Bütün otaqlardan eyvana çıxış var. Burada TV, internet çıxış o tərəfdə nəzərə alınıb. Divan, kreslo, stol, istədiyinizi alıb yerləşdirə bilərsiniz. Divarda da gözəl ləpqə işləmələr və nəzərə çatın ki, mənzilin hündürlüyü də çox yaxşıdır. 3 metrdən çoxdur, 3.30 olar təxmini və bu təmir bitəndən sonra qalan hündürlükdür. Qonaq otağında da kondisionerimiz var böyük ölçüdə. Belə və otaqlarda istifadə olunan parket də çox bahalıdır, Avropa istehsalıdır. Keçək, buradan mən sizə görsədim. Gəlin, girişi görsədim. Bura bizim giriş qapımızdır. Buradan girişdir, daxil olduq sol tərəfdə. Burada dolabımız yığılıb, yenə bütün mebellərdə hamısı boyadır. Onu nəzərinizə çatdırım. Girişdə də təbii ki, döşəmə qranitdir, üstü döşəmə ilə təchiz olunub. Burada yerləşir mənzilin kiçik sanitar qovşağı. Ümumi olaraq görsədək, bütün aksesuarlar var və sistemdə hamısı qroxdur. Burada da moydadırımız və təbii ki, burada isti döşəmə ilə təchiz olunub. İndi gəlin, mən sizə yataq otağını göstərəcəm. Möhtəşəm bir şeydir. Mən çox bəyəndim. Proyekt olaraq təbii ki, inanıram ki, siz də bəyənəcəksiniz. Söhbət gedir əsas yataq otağından. Bura deməli bizim əsas valideyn yataq otağı belə deyək. Yerləşmə belədir. Taxtın yeri burada nəzərə alınıb. Bu yataq otağın bir dənə daxilində yerləşən qardiroba və sanuzelə fikir verək. Buradan daxil oluruq. Qardirob isə şkaflar, dolablar kifayət qədər, yəqin ki, hiss edirsiniz, görürsünüz nə boydadır. Hündürlük də kifayət qədərdir. Və buradan da keçirik, daxil oluruq mənzilin geniş sanitar qovşağına və bu yataq otağına aid olan gözəl də maraqlı teksturalı qranitlər seçilib. Yuxarı hissələrdə bura əşyalarınızı yerləşdirirsiniz. Dediyim kimi sistemlər hamısı handskroxdur. Gözəl böyük moydadırımız, güzgü, duş kabinimiz. Hər bir şey ideal səviyyədədir və ən əsası keyfiyyətli materiallardır. Və buralar da təbii ki, isti döşəmədir. Və bu yataq otağından təbii ki, eyvana da çıxış var. Böyük eyvandır. Belə bir göstərək böyüklüyünü. Qarşısı da açıqdır. Heç bir bina qarşısını kəsmir. Bura növbəti yataq otağımız. Bir görsədək hamısını. Təmir aşağı-yuxarı eynidir. Rənglər çox da fərqlənmir. Sadəcə yerləşmənin hamısını da qeyd edəcəm sizə. Burada taxtımız bu hissədə nəzərə alınıb. Kondisioner qoyulub, tavan hissəni ümumi olaraq görsət və yataq otağımızın bu hissəsində dolabımız yığılıb. Bunlar hamısı keyfiyyətlidir mebellər. Parket də dediyim kimi Avropa istehsalıdır. Keçək digər otaqlara. Digər otağa keçməzdən mən sizə göstərdim ümumi sanitar qovşağının böyük olanı. Gəlin burada baxaq, burada görün. Yerləşdirilib vannamız moydadır. Bu hissədə divar çönüzəz. Yuxarı hissələri şkaf yığılıb.
və divarçı aksesuarlardan istifadə olub ümumilikdə. Burada yerləşir, deməli, 1, 2, 3-cü yataq otağımız. O da buradadır. Yataq otaqları aşağı-yuxarı eyni ölçüyə malikdir və dediyim kimi bütün otaqlardan da eyvana çıxış var. Burada isə yerləşmə bu cürdür. Taxtın yeri bu hissədə nəzərə alınıb. Yenə dediyim kimi bütün otaqlarda kondisionerimiz, burada da dolabımız. Yanında görsədim. Belə, mən demək olar mənzildə nə var, nə yox, hamısını sizin nəzərinizə çatdırdım. Qalan bir şey olmadı. Keçirik məlumatlara. Mənzil yerləşir şəhərimizin ən gözəl dediyim kimi yerində. Port Bakunun yanı, Ferrari'nin binası belə deyirlər. Premium binadır, yerləşməsi də gözəl, prestijli yerdir. Mənzil 4 otaqlı mənzildir. Geniş ölçü 235 kvadrat ölçüsü var. Yerləşir 22 mərtəbəli binanın 17-ci mərtəbəsində və mənzilimizin qiyməti 1.600.000 manat təyin olunub. Real alıcıya təbii ki, endirimdə olacaq. Əlavə məlumat üçün də göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.